Xoş gördük dəyərli izləyicilər. Bugün hardayıq? Nərmanov parkında. Niyə gəlmişik? Təbii ki, gözəl bir sorğu keçirəcəyik insanlar arasında. Həm də ki, bugün gözəl bir günə təsadüf edir. Bizim çərşənbəmizdir. Təbrik edirəm bütün xalqımı. Həmişə sülh və əmin-amanlıq içində yaşayasınız. İnşallah sorğuda görüşərik. Gəl Miri. Ay Miri. Sen aç koyayım Miri. Be. Gəl. Yenə saldın məni bu parkın canına. Canımsan mənim, gəl. Yox da bura gəl, söz deyirəm, söhbət eləyək. Bəyənmədi məni. Romantik anlar. Gəl görək. Canım aydaylar. Olar, gəl. Rolton və ayran. Yəni belə şey yoxdur. Salam xanım. Mikrofonu yeyir. Salam deyil, salam necə? Salam mən Yox, istəmir. Keçən dəfəki uşaqdır bax. Necəsə? Tanıdın məni? Yox, tanımadı. Ağlamaq istəmir. Allah ömür versin, evlatların bu gözəl bayramda ürəkləri istədiyi kimi qeyd edə bilsinlər. Nə gözəl. İndiki gənclərdən razısınız? Xeyr. Nəyə görə? Gənclər böyük kiçiyin yerini bilmirlər. Mən gənclikdə səhv eləməmişəm, Nəriman oldu utanım. Televiziyada qalmaqallı verilişlər gedir də. Yəqin ki, baxırsınız efirlərə. Hansı verilişlərə ən çox baxırsınız? Ən çox baxdığım heyvanlar aləmidir. Canavar da var idi, meymun idi, quşlar idi, ilan var idi, ayı var idi, itlər. Qarışqalara qədər. Ramal İsrafilov bir banka qarışqa gətirmişdi. İnsanlar aləminə baxmağı özümə nifrət eləyirəm. Çünki qalmaqal gələcək nəsli pozur. Bunun televizorda göstərib cəmaata nümayiş etdirməyin mənası yoxdur. Nə diyor bu? Düzdür, belə şeyləri rəva bilmirəm. Bax sən. Mərifətli gənclərimiz də var. Öyle mi? Bəli, mərifətli gənclərimiz də var. Bəli. Xalqımıza can sağlığı, xoşbəxtlik arzulayıram. Müharibəsiz günlər arzulayıram. Allah hamısının canını sağ eləsin. O gün olsun, xalqımız həmişə xoş firavan yaşasın. Xalqıma ancaq xoş günlər arzuləyə bilərəm. Bir də bu cəmiyyətimizi korlamaq istəyən, bu efirlərdə gedən bu verilişlərlə bağlı çox narazıyıq. Yəni bu gənc nəslin tərbiyəsinə heç bir müsbət belə deyim də, müsbət təsir göstərən bir verilişlər deyil. İndiki, bax bu gündəmdə olan efirlərdən razısınız, qalmaqallardan, efirlərdən, verilişlərdən? Xanım, ümumiyyətlə mən heç televizoru açmıram desəm, buna inanın. Efirlərdən çox biabırçı vəziyyətdə olduğuna görə heç evimdə o televizoru açmaq istəmirəm. Dəhşətli dərəcədə biabırçı bir vəziyyətdədir efirlərimiz. Bu günlərim efirlərdə çox gözəl verilişlər versələr daha yaxşı məqsədə uyğun olar. Amma biz efirə televizoru açıb qabağın qarşısında oturduqda biabırçı müğənni demək olmaz onlara. O qədər gözəl bizim müğənnilərimiz, xalq artistlərimiz var. Onları görəndə mən xəcalət çəkirəm şəxsən. Hərə oradan-buradan hansısa bir yolla bədənlərini şəkilləndirib, 100 belə oyunlardan çıxa-çıxa gəlib efirlərdə oturub bizim uşaqların tərbiyələrini də pozurlar. Biabırçı vəziyyətdədir efirlərimiz. Buna nəzarət eləsələr çox qəşəng olar, çox gözəl olar. Salam Ayday, necəsən? Sağ ol, lap yaxşıyam. Sağ ol. Bayramın mübarək olsun. Sağ olun, sizinlə belə. Allah sizlərə dəyməsin. Bir sual verim sizə. İndiki gənclərdən razısınızmı? Nə bilim, vallahi, elə bil sözə baxan da elə. Sözə baxan deyil. Yox. Televiziyada olan verilişləri izləyirsiniz. Hamısın. Kimlərin verilişinə baxırsınız? Elə zada gülmək üçün baxıram komediyalar aləminə. Ənvərə salamlar buradan, dəyərli dostumuz. Hamımızı salamlayırıq, biz də salamlayırıq. Bugündən mən də TikTok'dayam. Bəs bu qalmaqallı verilişlər olur, müğənnilər qırırlar bir-birini. Nə, razısın? Yox. Müğənnilər də belə cızıqdan çıxıblar. Vallahi billah, and olsun Allah. Adam xəcalət çəkir Allahın üzünə baxmağa. O corabı ilə gündəmə gəlmişdi. Onun adı nə idi? Ofeliya Şabanova. Necədir? Oxumağa əladır, ona söz olanlar. Oradan corab tapmışam, əqdimdir. Nə hırıldayırsan? Oxumaqlarını söz demirəm, hamısı yaxşı olur. Amma özlərində cızıqdan çıxardıblar. Bugün çərşənbədir, təbrik eləyirəm sizlərin bayramına. Sağ ol, sizinlə baxın. Allah ömür versin sizə. Çox sağ olun.
Buyurun. Allah sizin də canınızı sağ eləsin. Gələn bayramlarınızı, Novruz bayramın, Oruçluq bayramın hamısını ürəkdən təbrik eləyirəm. Hamıya da can sağlığı. Bayramınızdır bayram. İdmançılara bax. Belə şey yoxdur yəni. Gəl. Gəl. Neçə belə illərə çıxaq. Firavan olsun. Dövlətimiz sağ olsun. Siz elə dövlətimiz üçün xidmət edən insanlardasınız. Sağ olun. Bayramımız da mübarək olsun. Dəf kimidir. Mağa şükür. Mağa şükür. Aha. Başqa? Başqa can sağ olun. Amin, amin. Ki torpağımızı aldırar. Bizi şərait qurublar, ev tikiblər. Ev tikiblər. Bəli. Siz Qarabağ Bəli. Qarabağlısınız. Bəli, Zəngilandanam. Zəngilandansınız. Bəs bu indi bir dənə sual verəcəm, amma düz deyək də. Mən bilirəm düz danışan xalasınız. Bu indi verilişlər gedir efirə. Müğənnilər, zatlar, aləm dəyər bir-birinə razısınız? Yox. Narazısınız. Nəydən narazı? Nə bilim, hərəs bir cür danışır da. 5 dəqiqə belə danışırlar, 5 dəqiqə tuta bilirsən də nə danışır, eləmi? Bəs sosial verilişlərdən necə? Onlara baxmıram. Ancaq müğənnilər olan Müğənnilər verilişlər. həm biri xoş gedən verirsən baxıram, zarım verirsən baxıram və salam. Aha. Bəs bu belə gündəmdə indi hal-hazırda olan müğənnilər var. Toylarınıza çağırarsınız ola gündəmdə olana. Məsələn, Kəmalə Günəşli Çağıraram. çağırarsınız. Xoşunuza gəlirsiniz Kəmalə Günəşli. Bəyənirsiniz. Hamısını bəyənirəm. Bəyənir. Ən çox Elnar Hanım bəyənirəm. Elnar Abdullayevanı. Bəli. İndi bu hal-hazırda verilişlər gedir. Bilirəm indi efirə bəlkə də televiziyaya baxmırsınız da, amma sosial şəbəkələri izləyirsiniz. TikTok, bir də Instagram platforma. Bax, nədən narahatçılığınız var? Nədən xoşunuza gəlir? Nədən narazısınız? Dava ilə, nə bilim, efirdədirlər, qalmaqalla. Bir də görürsən, sonra çıxırlar, barışırlar. Belə xoşunuza gəlir, bəyənirsiniz belə şeylərə baxmağı? Bəyənmirəm. Dəstəkləmirsiniz? Yox, şəxsən dəstəkləmirəm. Çünki balaca uşaqlarda baxır çox vaxtı, onların psixologiyasına Pis təsir edir. Mən dəliyəm. Sıxıyam mən. Azərbaycan filmlərinə baxırsınız? Çox vaxt komediyaya baxıram. Hansı komediya? Komediyxanaya. Hə. Ənvər, sevirlər də səni də. Məsələn, məndə simpatişnilik 33%-dir. Xarizma 22%. Pişik kimilik 14%. Uğurlar olsun sizə, var olun. Bayramlarınızı təbrik edirəm, evdə ailələrinizi, analarınızı təbrik edirəm. Siz məndən qaça bilməzsiniz. Qoymaram qaçasınız, hara gedirsiniz? Yəni görürəm, tutmuşam, gücünə tutmuşam, gəl bura. Bu müğənnilər var, qalmaqallı. Bəyənirsiniz onları? Yox. Niyə görə məsələm üçün? Hərəkətlər o deyil. Hə, hərəkətləri o deyil. Efirlərdə istəyərdiniz nələr verilsin, hansı verilişlər verilsin ki, siz də ona baxasınız? Maraqlı bir şeylər. Məsəl üçün, gələcəyə belə daha önəmli olan bir şeylər. Gələcək üçün daha önəmli. Yəni gənclər üçün örnək götürəcək bir verilişlər istəyərdiniz. Bayramınız mübarək olsun. Siz də sorğuya görə təşəkkür edirəm. Gözəl xanımlar, var olasınız. Salam. Necəsən? Yaxşı. İsrat elə xanım. Neçə yaşın var? 6. Adın nədir? Məhəmməd. Ora bax. Məhəmməd, hardan gəlsən? Dərsdən? Yemək yerdin, acmışdın. Can. Öpə bilərəm səni. İndiki bu verilişlərə falan baxırsınız, efirlərdə gedən? Verilişləri falan valla evdə televizor var, posta ancaq YouTube işləyir. Yəni kanal falan heç bir şey işləmir, ona görə heç YouTube-a da baxan yoxdur. Yaxşı, bu verilişlər var da, sosial məsələn üçün verilişlər var, bir də musiqili verilişlər var. Bu musiqili verilişlərdə gündəmdə olan qalmaqallı verilişlər var. Hansı ki müğənnilər gündəmdə bir-birinə söz atmaq, dalaşmaq, sonra gedib barışmaq. Bu kimi şeylərə necə baxırsınız? O kimi şeylərə necə baxıram? Öz fikirlər də onlara heç bir şey mənfi təsir deyəmərəm, çünki hərənin öz fikri var. Tamam. İnandım, tamam. Bilmirəm nə səbəbdən eləyirlər, amma yəqin ki, bəlli bir səbəbi var. Çünki bu dəqiqə elə zamanədir ki, hamı yuxarı qalxmaq üçün, önə getmək üçün, yəni yalandan bir çox şey ortaya atır ki, yəni sırf önə getsin. Bax, kim bizə? Azərbaycan necə bir dövlətdir, necə bir ölkədir, necə bir şəhərdir? İnsanları necədir? Tamam, o zaman o çaldırmasın, ben çaldırayım. Huzur arıyorsan buraya geleceksin. Huzur arıyorsan Başka bir şey söylemeye gerek yok. Azərbaycana, yəni Bakıya gəlir. Sizin televizyon kanalı mı? Bəli. Hangisi? Online Star Akademiya, Film Akademiya. Qardaş, xanıma bir sok. Qardaşa da eyni sok. Bacıma da çöplü sok. Oğul, hamımıza. Hamımıza sok. Təşəkkür edirəm.
var olasınız. Xoş oldu. Özünüzə iyi bakın. Sağ olun. Sözü atdan təbliğ elə. Söz can sağlığı, üzün amilazı ilə. Necəsən qardaş? Yaxşısan? Bu dünya fanıdır fani. Bu dünyada kalan hani. Davudoğlu Süleyman'ı taxt üstünden salan dünya. Dünya deyinə görüm kime talipsən. Dersini kimden alıpsan. Uca dağlar qondarıbsan, çoxlar yola salıbsan, azlarla qalan dünya. Can ay baba, can, can. Biz qədimidən qalmışıq, uca dağlar qondarmışıq, çoxları yola salmışıq, azlarla qalan dünya, vur başına dolan dünya. Can ay baba. Baba oruçsan, Allah qəbul eləsin. Evet, İndiki gənclərdən razısan? Bəli. Gənclərdən razısan? Əlbəttə razıyam, əlbəttə. Allah onları qorusun inşallah. Allah sanınızı sağ eləsin. Sağ ol ay baba. Dünyanı əmin-amandıq eləsin. Can. Ruzu bərəkətli eləsin. Can. Sizi təbrik elə. Can, çox sağ ol ay. İlk növbədə anamın təbrik elə. Əcəb edirsən. Analara can sağlığı versin. Amin. Var olasan. Çərşənbəmizdə mübarək. Təşəkkür Allah sizə edirəm. ömür versin. Necə Çox gözəl sağ olun. xanımsınız. Təşəkkür Başınıza edirəm. duz əriyərsiniz. Gözümdə yoxdur amma vəfşədə dedim də yəni. Təşəkkür edirəm. Çox sağ olun. Can, Təşəkkür edirəm. Allah ömür versin. Sağ olun. Bu öz əl işinizdir. Bəli. Bunun mənası? Sadəcə natürmort. İncəsənətdə oxuyursunuz? Bəli, bəli. Neçənci kurs? Birinci kurs. Nə gözəl. Belə deyim də. İncəsənət Universitetində yoxsa Əzim Əzimzadə? Kollecin, Əzim Əzimzadə, bəli. İndiki bu gənc nəslin nümayəndələri var. Nəyi dəyişdirmək istəyərsən onların arasında? Məsələn, sırğalı oğlan görsəz, sizə sevgi etiraf eləsə, ailə qurarsınız ondan. Mən elə şeylərə ümumiyyətən normal baxıram məncə. Doğrudan, Yəni indiki cəmiyyət, yəni normaldır. 2026-cı il. 2026-cı il. Anladım. Sizin fikriniz, bəs siz? Əgər xasiyyəti normaldırsa. Xasiyyəti normaldırsa, yəni ailə qurarsınız. Nə gözəl. Bu sizin fikrinizdir, təbii ki, hörmətlə yanaşıram. Siz də? Aha. Bu efirlərdə müğənnilərimiz olur, qalmaqal yaradırlar, sonra düşürlər TikTok'a, nə bilim Instagram'a. Necə baxırsınız onlara? Çox mənasız baxıram, yəni lazımsız bir şeydir. Onun üçün heç izləmirəm mən zaten onu. Maraqsızdır sizcə artırırlar. Bəli. Sizcə o şou xatirinədir? Yəni önə getmək üçündür, yoxsa həqiqətən olan şeylərdə onu paylaşım edirlər? Məncə önə getmək üçündür. Bəziləri də həqiqətdir, yəni. Bəziləri həqiqət. Deyirəm Miri müəllim, gələndə kameranı, bataryasını doldur gəl. Başa düşdün? Şükür Allah. Artıq şəhərdə sorğumuz bitdi. Gözəl-gözəl sorğular götürmüşük, fikirlər öyrənmişik. İnsanların təbii ki, fikirlər bizim üçün önəmlidir və təbriklər götürmüşük. Bayramınız mübarək olsun, gözəl xanımlar. Həmişə təravətli və gözəl qalın. Təbriklər.